O da atası kimi adını, villasını həkk etdirib. Günlərdir Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 4 aylıq ev dustaqlığı cəzasının harada çəkilməsi müzakirə olunur. Kütləvi informasiya vasitələri həmin ünvanı öyrənməyə çalışarkən maraqlı məqamlar diqqət çəkir. Belə ki, Ramiz Mehdiyevin villaların darvazalarının üzərində RM, yəni ad soyadının baş hərfləri həkk etdirilib. Sabiq prezident aparatının rəhbərinin ev dustaqlığını keçirdiyi Nəsim rayonu ərazisindəki Avropa otelinin arxasında orada bahalı evlər var da, Tbilisi prospektində malikanəsinin qonşuluğunda yerləşən və qızı Kamil Əliyevaya məxsus olan villada da bu element mövcuddur. Yəni jurnalistlərin gözündən qaçmayıb kameramanların. Mehdiyevin qızının yaşadığı tikintinin üzərinə İK hərfini Kamilə Əliyevanın və həyat yoldaşı sabiq deputat İlham Əliyevin ad soyadının baş hərfləri daşıyonma yolu ilə həkk etdirilməsi, ailənin tarixdə qalmaq və öz irslərini gələcək nəsillərə ötürmək niyyətindən xəbər verir. Bu yerdə unutmayaq ki, hər şey daş, təmir üzərində yazılan tarix deyil, tarix yaddaşlarda əbədləşməlidir. Doğrudan da sabah onlardan birisinə bir şey oldu, dünyasını dəyişdi, nə bilim, oğlu, nəvəsi, nəticəsi, kötücəsi, iticəsi, təbii ki, bu mənzilləri, evləri satacaq. Onda insanlar üçün maraqlı olmayacaq. Orada RM yazılıb, orada MK yazılıb, İ yazılıb. Təbii ki, insan özü yaxşı əməllərlə tarixdə qalmalıdır.